biraz filolog kimi danışacağım. Təmtəraqlı tədbirləri görəndə əminliyim 1'ə 100 qat artır. Yəni hər kəs, hamı eyni qüvvə ilə, eyni sevgi ilə, eyni maraqla Qərbi Azərbaycana qayıdışı dəstəkləmiş olur bu cür tədbirlərdə. Yəni bir yerdə boş olmur, hamı söz demək istəyir. Yəni bütün bunların hamısı işdən gələn sevgilərdir, insanın içindən gələn. Və burada söhbət mütləqdir ki, söhbət Qərbi Azərbaycanlı olmaqdan getmir, bütün Azərbaycanlı olmaqdan gedir və mən hər kəsin ürəyindəki Azərbaycanlı sevgisinə heyranlığımı bildirirəm. Hörmətli Zahid müəllimə təşəkkür edirəm. Bir neçə dəfə mən bu cür möhtəşəm tədbirlər burada keçirilib, kitab təqdimatları olub, film təqdimatları olub və bütün bunlar üçün də bir əmək sərf eləməli olursan. Öz başına əmələ gələn deyil, hörmətli ziyalılar, dəyərli insanlar. Amma bugün biz Əfqan müəllimin hazırladığı 3-cü cild, həmin bu kitabın 2 cildi məndə var. Onları diqqətlə izləmişəm. Hətta mən sizə deyim ki, bir ziyalı olaraq bu Əziz Əlləşbərlinin də, hörmətli Əziz müəllimin də belə bir kitabı var. Hörmətli digər alimlərimizin də, mərhum Həsən Mirzəyevin də bu kitablar, bax bu dəyərdə, yəni abidələri əks etdirən kitablar var. Amma bu kitabın deyərdim ki, bir üstünlüyü var. Rənglər, abidələrin tam fotoları ilə və onun alt yazıları ilə diqqəti daha çox cəlb eləyir. Amma yenə dediyim məsələyə qayıdıram ki, hər bir kitabda, hər bir yazıda, hətta bir səhifəli yazıda da müəyyən qüsurlar olur, müəyyən nöqsanlar olur. Biz gördüklərimizi təbii ki, müəllifin özü ilə ayrılıqda söhbət elədik. Bəzən kompüterdə yanlış olaraq bir dənə hərfin düşməsi o kəndin, o toponimin olmadığını sübut eləyir. Yoxdur bu. Məsələn, Rus gəlib her yazanmayıb da qer-qer yazıb, qar-qar yazıb, nə yazıb? Yəni bu türkün özünün bir yazısı olmayıb ki, orada onu doğru düzgün ifadə eləsin və onu da o cür yazanda biraz yanlışlıq olur. Məsələn, Pirqulu, Ocaqqulu, Qurtqulu yerlər var da, abidələr var, rayonda, mahallarda müəyyən yaşayış yerləri var. Onu Qurduqulu filan belə yazmaq olmaz. Qətiyyən olmaz. Çünki yanlış bir yola getmiş olarıq. Hansı ki, qurddan doğulan övladları yerdəki qurdla, zatla belə müqayisə eləmiş olarıq. Çox yanlışlıq ola bilər. Ona görə də bu kitabların orfoqrafiyasına da çox ciddi yanaşmaq lazımdır. Dediyim kimi, ola bilər ki, mən müəlliməm, ola bilər ki, mən bir vergülün söhbətini eləyirəm və ya bir hərfin düşməsini və s. Hörmətli Əziz müəllim, mənim filoloqda o mənə dəstək ola bilər ki, xeyr, bu bir hərf məsələni həll eləyə bilər və həmin toponimin olmadığını sübut eləyə bilər. Ona görə də dəfələrlə ensiklopediya tipli bir kitabdır. Yəni bunu dəfələrlə redaktə etmək lazımdır. Bu tip kitabları, mən Əfqan müəllimin kitabını demirəm, ümumiyyətlə deyirəm. Və bir şey deyim ki, mərhum Ağam Saxındov deyirdi ki, torpağın köksündə yatan tarixdir toponimlər. Toponimlər dil açır, danışır, tarixdən özü xəbər verir. Mən burada varaqladıqca kitabı, bunu mən Batabatda hörmətli Elbrus müəllimin Naxçıvan Dövlət Universitetinin keçirdiyi Konqres Festivalda da gördüm. Bir çadır vardı. Həmin çadırda Kərki Basar yazmışdılar. Və mən dedim, əzizim, siz bu sahənin araşdırıcısınız. Kərki Basar varmı? Kərki Basar yazılır, Körpü Basar yazılır hətta. Amma əslində qalsa o Gərni Basardır. Görün, nə qədər yanlışlığa gəlir və sonra da təbii sübut elə bilərlər ki, heç bu yoxdur. Bu olmayıb burada. Olmayan şeydən olanları da bir dənə səhvi ilə olmamış kimi edə bilərik. Buna görə də çox diqqət tələb eləyir. Bir halda ki, bu qədər böyük ziyalıların, bu qədər siyasət adamlarının, böyük ictimaiyyətin ixtiyarına verilirsə kitab, bu belə şeyləri yol vermək qətiyyən düz deyil.
Keçən əsrin əvvəllərində Korkodian özü yazırdı ki, 2310 mahal qəsəbə yaşayış yeri adından 2000'i Türk mənşəlidir. Özləri yazıb da bunu. 2000'i Türk mənşəlidir və 35-ci il 3 yanvar tarixində Ermənistan hökuməti özü qərar verir ki, bu adlar dəyişdirilsin, erməniləşdirilsin. Səbəbi nədir? Səbəbi odur ki, bunlar dini mahiyyət daşıya bilər, daşıyır daha doğrusu. Feodal töküntülərdir, köhnə adlardır. Məsələn, Quşduxana, məsələn, Bülbül ölən filan. Yəni bu adlar sözə baxında indi ya bizdə toponimlər necə adlanır? Coğrafi relieflə bağlı ola bilər, tayfa adları ilə ola bilər, məxsusən Kürd tayfaların adları ilə bağlıdır bu adlar, böyük əksəriyyəti. Və ya tayfanın böyük bir başçısı gəlib yer salıbdır, məkanı yaradıbdır, öz adını da verib orada öz adından ya öz istədiyi adı veribdir. Bax, bu formada ola bilər. Nəyə görə Bülbül ölən, nəyə görə Nəbi Qənd ölən, nəyə görə Leyli qaçan dəyişdirilməlidir. Bunun tarixi var. Toponimlər tarixdir başqa sözlə desək. Ona görə də ermənilər məhz Korkodian özü yazır ki, dəyişdirilir, səbəbi də buydu. Və yox da demoqrafik vəziyyət onların xeyrinə olmadığına görə, olmadığı halda 1831-1931-ci illər Ermənistan əhalisi haqqında yenə də Korkodianın öz fikri ola bilər. Mən yanlış deyirəm onu, amma yanlış yox da elə belədir. Demoqrafik vəziyyətin onların xeyrinə həll olunması üçün 575.000 Azərbaycanlıdan 565.000'i ya öldürüldü ya Ermənistan ərazisindən çıxarıldı. İndi hörmətli Abil müəllim tədbirlərin birində dedi, bu rəqəmlər müxtəlif ola bilər, müxtəlif yerlərdə müxtəlif cür yazıla bilər. Məsələn, Tiflis arxivlərində və sair sənədlərdə başqa cür yazıla bilər. Fakt odur ki, bunu Korkodian öz belə yazır və beləliklə bizim bu necə deyərlər, öz torpaqlarımıza, öz yurdumuza qayıtmağın, qayıdışımızın, böyük qayıdışımızın əsasında elmi mənbələr durur, elm xəritələr, yazılmış kitablar və bunu Cənab Prezident özünün 22-ci il 24 dekabr ziyalılarla görüşündə də qeyd etdi. Dediyi, qayıdışımızın sülh yolu ilə olacağını, bu da elmə əsaslanacağını, elmə əsaslanacaqsa, əsaslanır əlbəttə. Bax, bu kitabların əhəmiyyəti böyükdür. Ona görə mən kitabın müəllifi Əfqan müəllimə böyük minnətdarlıq hissi ilə deyirəm ki, Əfqan müəllim bu böyük hövsələ tələb edirdi, bu şəkilləri toplamaq. Məsələn, Sultanbəy kəndində bir çeşmənin, məsələn, 11-ci əsrə aid bir çeşmə belə burada qeyd olunub. Və yaxud da qəbrüstü yazılar olduğu kimi yazılıb. Deyək ki, o bir xanımın qəbrüstü yazısı da ailəsindən bu xanıma bir əbədiyyətə qovuşduğu üçün bir rəhmət simvolu olaraq bu daş qoyulubdur. Amma o daş bugün ötürücüdür. Yəni bizə, məhz bizim babalarımızın orada yaşadığını sübut edən bir abidədir. Bu abidəni Alban məbədləri, Alban kilsələri, Şah Abbas Karvansarayı, məsələn, Əfqan müəllim məncə o birisi cilddə idi o. Çox maraqlı. Düzdür, ermənilər orada xətt işarəsi qoyub, amma yamaq kimi görünür də. Yəni o həqiqəti əks etdirmir. Nəyə görə? Memarlıq üslubu da deyir ki, bu şərq üslubudur, məhz Türk abidəsidir. Bir mənalı olaraq, ikinci bir mənası yoxdur. Körpülərin, bayaq dediyim kimi, çeşmələrin, bulaqların üst abidələr və yaxud da hətta hal-hazırda da istifadə olunan yerlər var. Başqa bir məsələ, burada Keşkənd əzmən, mən həmişə deyirəm, bəlkə də ömrümün axırınacan deyəcəm, Keşiş kənd deyil, Keş kənddir o. Təəssüf ki, kitablarda belə də gedir. Hər dəfə desək də, məncə bir arayış da qoymaq olar bu kitabın arxa səhifəsinə ki, bu Keş kənddir, bu Keşiş kənd deyil. Keşin ora aidiyyatı yoxdur, Dərələyizə aidiyyatı yoxdur. Bu, sonradan qondarma bir addır.
və o Keç kənddir. Yollar ayrıcında Göyçəyə, Kəlbəcərə, nə bilim digər yerlərə yollar ayrıcında yerləşdiyi üçün Keç kəndi, Keçdir. Təbii ki, biz də Ç hərfini Ş ilə əvəzləyirik. Mən məxsusən istəyirəm, amma hər halda bu Keç kəndi, Keç kənd deyil. Bir daha Əfqə müəllim sizə uğurlar arzulayıram. Əminəm ki, çox əminliyim var ki, bax bu kitablar Cənab Prezidentin dediyi kimi həmin elmi mənbələr rolunu xəritələr qədər böyük rol oynayacaqdır. Sizə uğurlar.